Salam uşaqlar, bir məhsulu tənliklər, sonuncu bölmə tənlik qurmaqla məsələ həlli mövzusuna baxırıq. Gəlin başlayaq. Deməli, birinci sualımız, sual belədir. Mağazada 64 ədəd müxtəlif həcmli 2 növ çaydan var. Yəni, sayı 64 dənədir. Kiçik çaydan, böyük çaydandan 1 manat 30. Deməli, deyək, kiçik çaydan, bir də böyük çaydan. Və deyir ki, kiçik çaydan, böyük çaydandan 1 manat 30. Böyük çaydan x manat deyirik. Kiçik çaydan olur, x çıx 1 manat olmuş olur. Bu manatdır. Yəni, bir dənə çaydanın qiymətidir. Belə bir izah verim sizə. Məsəl üçün, gedirsən marketə, 40 manat pul verirsən, deyirsən ki, bir dənəsi 8 manat olan, tutaq ki, deyək, pul qabı alırsan, 40 manata bir dənəsi 8 manatdan neçə pul qabı ala biləcəm? 40-ı bölməliyik 8-ə ki, 5 dənə alırıq. Yəni, əşyanın sayını tapmaq üçün ümumi verilən pulu əşyanın bir dənəsinin qiymətinə bölməklə, deməli, ümumi verilən pulu əşyanın bir dənəsinin qiymətinə bölməklə biz aldığımız əşyanın sayını tapa bilirik. Bir də deyirəm, marketə gedirəm, 40 manat verirəm, bir dənəsi 8 manatdan pul qabı alıram, neçə pul qabı almışam. Deməli, ümumi 40 manat vermişəm, bir dənəsi 8 manatdır. 40-ı 8-ə bölməklə tapıram ki, 5 dənə pul qabı almışam. Burada bunu tətbiq edəcəm. Niyə? Necə? Baxaq, deyir ki, böyük çaydandan 100 manat əldə olunur. Bu 100 manat ümumi əldə olunan puldur. Böləcəm onun bir dənəsinin qiymətinə. Böyük çaydan neçəyədir? X. Bölməklə böyük çaydanın sayını tapacam. Böyük çaydanın sayıdır bu. Kiçik çaydandan isə 36 manat əldə olunur. 36-nı da böləcəm kiçik çaydanın qiymətinə. Alacam kiçik çaydanın sayını. İkisi bir yerdə neçə dənə çaydan satılmışdı? 64. Bunu 64-ə bərabər edəcəm və bu tənliyi həll edəcəm. Bu kiçik çaydan, bu birinci böyük çaydanın sayıdır, ikinci kiçik çaydanın sayıdır. Bilirik, rasional tənlikləri həll eləmək üçün ortaq məxrəci gətirməliyik. Bunu vuraq x çıx 1-ə, bunu isə x-in özünə vurmalıyıq. Deməli, vuranda məxrəcimiz olur x vurulsun x çıx 1. Sürət 100x çıx 100. Üstəgəl 36 x-ə vurduq 36x bərabərdə 64-ə. İndi uşaqlar, 100x-dən 36x-i toplayıram. 136x çıx 100. Məxrəci vurub açıram x kvadrat çıx x bərabərdə 64. İndi bunun tənasib kimi vuraq. Yuxarını silirəm. İzah hissəsini. Tənliyimizin həllini yuxarıdan davam edək. Bunu çarpaz vururuq. 64x kvadratına 64x kvadrat, 64x-ə 64x bərabərdir 136x çıx 100. Bunların hamısını bir tərəfə keçirib, alınan kvadrat tənliyi həll edək. 64x kvadrat çıx 64x çıx 136x plus 100 bərabərdir 0-a. Bu deyir, 64x kvadrat çıx 200x 136 ilə 64-ü topladım. Plus 100 bərabərdir 0. Bunlar da 4-ə bölə bilərəm. 4-ə böləndə 16x kvadrat, 200-ü 4-ə böləndə 50, 100-ü də 4-ə böləndə 25. Aldıq kvadrat tənlik. Diskriminant tənliyin köklərini tapaq. D bərabərdir B kvadrat. Yəni 50-nin kvadratı 2500. Çıxılsın 4 vurulsun A vur C. Bu deyir 1600. 2500-dən 1600 çıxanda qalır 9. Bundan da kök çıxır 30. X1 bərabərdir 50 mənfi B plus kök altda D. 900-dən çıxır 30. Bölünsün 2A. Vur 18. 80 böl 32. Bunu da ixtisar edək elə 8-ə, 4-də. Onu da 4-ə böləndə 2 onla 5. İkincini tapmıram, ya da ki, gəlini tapaq. Tənliyi silirəm uşaqlar. Deməli, ikinci kökü tapsaq, olacaq 50 çıx 30 bölünsün 32. Yəni 32-də 20. Və bu olmayacaq bizim tənliyimizin kökü. Niyə? Bu, əgər böyük çaydanın qiyməti isə kiçik çaydan 1 manat ucuz idi. Bundan 1 çıxsa mənfi 32-də 12 alacağıq.
kiçik çaydanlıq qiyməti mənfi olanmazaq, ona görə də bu ikinci kökə ehtiyac yoxdur. Bu böyük çaydanın qiymətidir, çünki biz x böyük çaydana demişdik. Bizdən isə kiçik çaydan istəyir. Kiçik çaydanın qiyməti x çıx 1 manat idi. Yəni 2,5-dən 1-ni çıxıram. Deməli, kiçik çaydan 1,5 manat imiş. İkinci məsələdə eyni tipdə məsələdir. Baxmırıq, davam edirik. Üçüncü məsələ ilə. Üçüncü məsələdə çox rahat məsələdir. Nədir məsələ? Deyir ki, tərəzinin bir gözünə 4 dənə yağ qoyublar. Yazdım 4 dənə yağ. Və əlavə olaraq 100 qram çəki daşı qoyublar. Tərəzinin ikinci gözünə 1 kiloqramlıq çəki daşı qoyublar və tarazlıq yaranır. Tarazlıq yaranmaq o demək ki, yəni bunlar bir-birinə bərabərdir. Bərabərdir. 1 kiloqramın yerinə nə yazacağım? 1000 qram. 1-ə bərabər edək istəyirəm də, çünki bu qramla da o kiloqram. 1 kiloqramın yerinə 1000 qram yazdım. 1000-dən 100-ün çıxırıq 900. 900-ü 4-ə bölürəm. 225 qram. Deməli, 1 paket yağ 225 qram imiş. Davam edirik 5-ci sualdan. Demişdik, iş məsələləri, boru məsələləri bir bölünən yazılır. Yəni 50 işi 3 saata görür, 50 işi 5 saata görür, birlikdə neçə saata görür? 3-də 1-dən 5-də 1 toplayırdıq. Deməli, burada o məsələdəndir. Deməli, deyir ki, Vəfa ilə Cəlal işi görür 2 saata. Deməli, oldu 2-də 1. Üstə gəl. Zərəngizlə Tağı da görür 3 saata. O birisi görür 4 saata. O birisi də görür 6 saata. Deyir, bunlar işi birlikdə neçə saat görür? X saata görür birlikdə. Sadəcə 1 bölü x yazırıq. Yenə də deyirəm, hovuz məsələləri kimi iş məsələləri də 1 bölünə yazılır. Və salam, ortaq məxrəci gətirib toplayaq. Deməli, 2, 3, 4, 6-nın əkobu 12-dir. Bunu 6-ya vuracam, bunu 4-ə vuracam, bunu 3-ə vuracam, bunu da 2-yə vuracam. Deməli, olur 12-dən 6, 12-də 4, 12-də 3 və 12-də 2 bərabərdir 1 bölü x-ə. Toplayanda eləyir 12-də 15 bərabərdir 1 bölü x. X bərabərdir 15-də 12 saat. Sizdən isə cavabı dəqiqə ilə istəyir. 1 saat neçə dəqiqədir? 60. 15-də 12-ni saatdır. Dəqiqəyə çevirmək üçün 60-a vururam. 60-dan 15-i ixtisarəm 4 qalır. 12-də 4-də 48 dəqiqə olmuş. Davam edirik. 7-ci sualına. Nə deyir? Deyir ki, ədədin üzərinə onun 40%. Ədəd olsun x. 40% gələndə uşaqlar %40. Sıfırlar getdi 10-da 4, yəni 0,4. Deməli, ədədin x-dir. Üzərinə onun 40%-in gəldik, yəni 0,4x. Əlavə 42 gəlsək, 210 alınır. Bərabərdir 210. X-la 0,4x-i toplayıram 1,4x. 210-dan 42-sini çıxırsan 168. 168-i də bölürsünüz 1,4-dən. Bu da eləyir 120. Sonra 8-ci sual. Deyir ki, biri digərindən 5 dəfə böyük olan ədəd verilir. 8. Biri digərindən 5 dəfə böyükdür. Biri x-dir, biri 5x-dir. Sonra nə deyir? Deyir ki, əgər böyük ədəddən 40 çıxsa, təbii ki, burada böyük ədədimiz 5x-dir. Kiçik ədədin üzərinə 120 əlavə etsək, alınan nəticələr bərabər olur. Şimdi bunu həll edirik. Deməli, x-dan 5x-i çıxıram, mənfi 40-dan da 120 çıxıram. İndi mənfi 4x bərabərdir, mənfi 160. 160-ı 4-ə bölürsən, x 40-dır. Mənfi bölürəm, müsbət edir. Deməli, kiçik ədədimiz 40-dır. Böyük ədədimiz bundan 5 dəfə böyükdür, düzdür? Bu da oldu 200. Sizdən də bunların cəmini istəyir. 200 ilə 40-ı toplayırsınız. 240. Davam edirik. 9-cu sual. Sual. Deyir ki, ana qızından 24 yaş böyükdür. Deməli, ana, bu da olsun qız. Qızın yaşına x-dirəm. Ana 24 yaş böyükdürsə, x plus 24 olmuş olur. Sonraki cümlə. 8 ildən sonra. Deməli, 8 il keçirsə ana da böyüyür. Qız da böyümüş olur 8 yaş. Və ana qızının 3 dəfə böyük olacaq. Uşaqlar götürür, ananı 3-ə vurur. Xeyr, uşaqlar. Ananı 3-ə vursan, ananın yaşı daha da böyüyür. O qızın yaşına bərabər ola bilməz. Ona görə də biz
qızın yaşını 3-ə vururuq. Yəni tənlikdə bərabərlik almaq üçün hansı balacadırsa həmişə yadınızda saxlayın. Onu vururuq ki, bərabərlik alına bilsin. Vurub açırıq tənliyimizi. X plus 32. 24-dən 8 topladım. 3x plus 8. 3x-dən x-i çıxıram 2x. 32-dən 8-i çıxıram 24. 24-də 2-yə böldüm 12. Yəni qızın 12 yaşı var. Əgər ananı soruşsa üstünə 24 gələcək. Bəli, ananı istəyir. Deməli, neyəcəyik? İndi 24 oldu. Bir dəqiqə. Səhv eləmişəm. Möhtəzəm vurub açanda 3-ü 8-ə vurmamışam. 3x-ə vurdum, 3x, 3-ü 8-ə 24. 32-dən 24-dən çıxıram 8. 2-ni də 8-ə böləcəm 4. Qızın 4 yaşı var. Ana da ondan 24 yaş böyükdür. Yəni ananın 28 yaşı var. Bir də deyim uşaqlar. Nə idi səhvimiz? 3-ü x-ə vurmuşdum. 8-ə vurmaq unutmuşdum. 3-ü 8-ə 24 edir. 3x-dən x-ə çıxdım 2x. 32-dən də 24-dən çıxdım 8 aldım. 8-i də 2-yə böldüm 4. Bu oldu qızın yaşı. Ananın yaşı da 4 yaş böyükdür. Ana 24 yaş böyükdür. 4-ün üstünə 24-ü gəldim. Alındı 28. Davam edirik. 11-ci sualla. Deyir ki, kitabxana üçün İngilis, Fransız və Alman dillərində kitablar alınır. Bu kitabların 36% İngilis dilidir. Qeyd edək. İngilis 36%. Sonraki cümləmiz. Fransızca kitablar, İngiliscə kitabların 75%dir. Deməli, Fransızca olanlar İngiliscənin, yəni 36%-in 75%-dir. 36-nın 75%-i tapırıq. 100-dən 75-i 25-ə bölürəm. Burada 3 qalır, burada 4 qalır. O qalan 4-lə də 36-nı qısarəm 9 qalır. 9-da 3-ə vururam. Bu da oldu 27%-də oldu Fransız. Qalan kitablar isə Alman dili kitablardır. Yəni, gəlin görək Alman dili kitabları neçə faizdir. Faiz olaraq ümumiyyətlə nə olmalıdır? 100% düzdür. Deməli, biz 100-dən 36 ilə 27-ni çıxaq. Yəni, İngilislə Fransızı çıxaq. Yerdə qalanlar olacaq Alman dili kitabları. Deməli, 36 ilə 27-ni toplayanda 63. 100-dən 63 çıxanda olur 37% Alman dili kitablardır. Və bizə Alman dili kitablarının sayını veriblər. Deməli, 37% Alman dili kitabı 185 ədəddir. Sizdən soruşur, cəmi neçə kitab aldım? Yəni, bütün kitablar 100%-də, 100%-də də x-dir. Çarpaz vururuq, tənasüb, 37x, 37x, 185-i 100-ə, eləyir 18.500. 18.500-ü də 37-yə bölürsünüz, eləyir 500. Məsələn, ümumi 500 kitab var imiş. 13-cü sual, çox rahat sualdır. 162 ədəd kürəni 2 qutuya elə yerləşdirmək lazımdır ki, birinci qutuda o birisindən 2 dəfə çox kürə olsun. Yəni uşaqlar, birinci qutuda x kürə varsa, ikincidə 2x kürə var. Toplamda 162-dir. 3x 162-dir. 162-ni 3-ə bölürsən 54. Biri 54-sə o birisini tapmaq üçün ya 54-ü 2-yə vur 108, ya da 162-dən 54-ü çıx 108. 14-cü suala baxırıq. Nədir 14-cü sualda? Deyir ki, ata oğlundan 34 yaş böyükdür. Bayaqki məsələ kimi, ana qız kimi. Oğlunun yaşına x deyirəm, ata 34 yaş böyükdür, x plus 34. Sonraki cümləni oxuyuram. Oğlunun yaşı atanın yaşından 3 dəfə kiçikdir. Deməli, oğlu vuracam 3-ə. Bu tənliyi həll edəcəksiniz. 3x-dən x-i çıxırsınız. 2x bərabərdir 34. 34-ü bölürsünüz 2. X oldu 17. Oğlunun 17 yaşı var. Atamın listəsi 34 üstünə gələcəm. Məsələn. 15-ci sualda demir bu qədər böyükdür. Deyir 8-də 3 yaşından bərabərdir. Yəni oğula x deyəsiniz, ataya x plus 25 deyəsiniz və oğlunun yaşı atanın yaşının 8-də 3-üdür. Yəni baxın, ataya x plus 25 dediyim, oğula x deyim. Mən tənliyi qururam, həll eləmək sizə saxlayacağım. İndi deyir ki, atanın yaşının 8-də 3-ü oğlunun yaşına bərabərdir. Burada daha oğlu vurmayacaq. Demir ki, 8-də 3 dəfə böyükdür. Deyir ki, o atanın yaşının 8-də 3-ü oğlunun yaşına bərabərdir. Bu tənliyi həll edəcək. Bu tənliyi də həll edəndə ipucu verim. Tənasüb kimi yanaşaq, 8-i digər tərəfə vuraq. Və salam, vurac möhtər səni bu tənliyi həll elə. Davam edirik. 16-cı sualda. Nədir 16-cı sualda? 16-cı sualda deyir.
3 ardıcıl natural ədəd. Uşaqlar, natural ədədlər. Məsələn, 5, 6, 7, 1 artır. Ona görə də bunlara deyəcəm, birinə x deyəcəm. Biri olacaq x plus 1, üçüncü olacaq x plus 2. Və bizə deyir ki, bunların kvadratları cəmi ikisinin. Üçüncünün kvadratına bölünür. Yəni, bunun kvadratı ilə bunun kvadratını toplayanda alınır bunun kvadratı. Və salam, bu tənliyi həll eləmək lazımdır. X kvadrat üstəgəl ikinci mörtəzən açanda x kvadrat üstəgəl 2x plus 1 bərabərdir x kvadrat üstəgəl 4x plus 4. Müxtəsər kimi açdım. Və bu x kvadratla bu x kvadratını islah elədim. Niyə? X-də müsbətdir, biri digər tərəfə keçəndə mənfi olacaq. Qaldı x kvadrat üstəgəl 2x plus 1 çıx 4x çıx 4 bərabərdir 0. Edir x kvadrat çıx 2x birdən də 4-ün çıxır mənfi 3. İndi vuranda mənfi 3. Toplayanda isə müsbət 2 eləyən ədəd lazımdır bizə. Bu deyir 3 ilə mənfi 1 vuranda mənfi 3 edir, toplayanda da 2 edir. Natural ədəd dediyi üçün mənfi 1-i götürə bilmərik. Deməli, ən kiçik ədədimiz 3-dür və ardıcıl ədədlər olduğu üçün ədədlərim 3, 4, 5 formasında olmuş olacaq. Bu ədədlərdən böyüyünü istədiyi üçün olacaq 5. On 18-ci suala baxırıq. Deməli, 18-ci sualımızda nə deyir? Deyir ki, kəsirin sürəti məxrəcindən, daha doğrusu, məxrəci sürətindən 15 vahid böyükdür. 18-ci sual, kəsir xətti çəkirik. Gəlin, eləyimizi tətbiq edək. Məxrəcinə sürətinə x deyirəm. Məxrəci sürətindən 15 vahid böyükdür. Məxrəcindən dedim, x-dir 15. Və bu kəsiri ixtisar etdikdə alınır 4-də 3. Tənasüb 4x bərabərdir. 3x biz 15-ə vuranda 3x-ə 3x, 3-ü də 15-ə 45 və 4x-dən 3x çıxanda x qalır. X bərabərdir 45. Deməli, gəlin bizdə kəsir soruşur. Deməli, sürətim x-dir, yəni 45. Məxrəcim x plus 15-dir, yəni 45 plus 15, 60-dır. Deməli, kəsirim 60-da 45 edir. Yirminci suala baxırıq. Deməli, deyir ki, 3 ardıcıl cüt ədəd. Cüt ədədlər deyək. Məsəl üçün, 4, 6, 8, 2, 2 artır. Yəni, onda belə deyək. Birinə x desəm, birinciyə, ikinci x plus 2 olacaq, üçüncüdə x plus 4 olacaq cüt ədədləri. İndi sizdən nə istəyir? Deyir, bunların hasili. Hasili. Bu bizim hasilimiz. Hasilinin bu ədədlərin cəmini olan nisbəti. Birbaşa yazsam olar. Bu ədədlərin nisbəti x-ləri toplayanda 3x, 2 ilə də 4-ü toplayanda 6. Cəmi də budur. Hasilinin cəmini olan nisbəti 4-ə fərqlidir. İndi nə işləyir uşaqlar? Sürəti saxlayaq. Məxrəcdən 3 ortaq çıxart. Çıxartdım mı 3-ü? İndi ixtisar edirəm. Nə qaldı? X vurulsun x plus 4 bölü 3 bərabərdir bu 4. Çarpaz vuranda da x vurulsun x plus 4 bərabərdir 12. Bunu vurub açanda nə alınır? X kvadrat üstəgəl 4x çıx 12 bərabərdir 0. Aldım kvadrat tənlik. İndi mən bunun Vietnam köklərini tapıram. Vuranda mənfi 12. Toplayanda da mənfi 4 eləyən ədəd. Deməli, vuranda mənfi 12, toplayanda mənfi 4 eləyən ədəd. Mənfi 6 ilə müsbət 2-də vuranda mənfi 12, toplayanda isə mənfi 4 elənmiş olur. Natural ədəd dediyi üçün mənfi 6 götürə bilməyəcəm, olacaq ədədim 2. Deməli, ardıcıl ədədlər isə birincisi 2-dirsə, o birisi 4-dür, ardıcıl cüt ədəddirsə, o birisi də 6-dır. Və bizdən də istəyir bu ədədlərin cəmini, 2, 4, 6-nın cəmi. 2, 4, 6-nın cəmi olur 12. 20-ci sualdan bitiririk. Davam edirik 22-ci sual. İkinci sualımız nədir? 2 briqada. Aha, iş məsələsidir. İş məsələsidirsə, bunu bir bölmə yazmalıyıq. Baxaq. 2 briqada işi birlikdə 6 günə tikir. Deməli, uşaqlar. 22-ci sual. Birinci briqada ilə ikinci briqada birlikdə 6 günə tikir. İndi gəl bunu yazaq. Nədir məsələ? Birinci briqada işi o birisindən 5 gün tez tikir.
Deməli, bu birinci x çıx 5 olanda, ikinci x-dirsə, birinci 5-in tezdirsə x çıx 5-dir. İkisi birlikdə 6 günü bərabərdə 6. Sadəcə məsələ orasındadır ki, dediyimiz kimi. İş məsələsində nə edirdi? Yəni, bunların cəmi 6 olmalıdır. Birinci 5 gün, bax, birinci ikincidən 5 gün tez çıxır. İkinci x deyəndə birinci 5 gün tezdir, x çıx 5 oldu. İkisi birlikdə 6-dır, yəni cəmi 6-dır. Sadəcə məsələ orasındadır ki, iş məsələsində 1 böl yazılır. Yəni 1 böl x çıx 5, üstəyənsin 1 bölünsün x bərabərdə 6. Ortaq gətirirəm. Bunu vururam ikinci məxrəcinə, ikincisini də vururam birinci məxrəcinə. Deməli, bu zaman məxrəcim olmuş olur x vurulsun x çıx 5. Sürətim 1x-ə vurdum x, 1x çıx 5-ə vurdum x çıx 5 bərabərdə 6-da 1. İndi nə edirəm? X-lə x 2x çıx 5. Məxrəc edir x kvadrat çıx 5x bərabərdir 6-da 1. Bunu da tənasüb vururam. Belə, belə. X kvadratı çıx 5x-i 1-ə vuranda elə x kvadratı çıx 5x-də dəyişmir. 6-nı 2x-ə vururam 12x, 6-nı da 5-ə vururam 30. Keçir bir tərəf. X kvadrat çıxılsın 5x çıxılsın 12x plus 30. X kvadrat çıxılsın 17x plus 30 bərabərdir 0. Buradan tənliyin köklərini tapıram. Vuranda 30, toplayanda 17 eləyən ədəd verir. Bu da 2 ilə 15-dir. İstəsəz diskriminant da eləyə bilərsiniz. Mən ümumiyyətlə tapdım. Vuranda 30 eləyir. Həqiqətən 2 ilə 15 toplayanda da 17 eləyir. Məsələ burasındadır ki, biz 2-ni götürə bilmərik. Niyə? Əgər ikinci briqada 2 gün eləyirsə, onda birinci 2 çıx 5 mənfi 3 gün eləməlidir. Mənfi 3 gün olamaz. Ona görə bu getdi. Deməli oldu 15 gün. Bu olacaq bizdən ikinci briqadamız. 22-də bizdən istəyir ki, birinci briqada neçə günə düşər. Birinci briqadanın neçə günə tikir? X çıx 5 günə. Yəni 15-dən 5-in çıxırıq. 10 günə qutarmış olacaq. Keçirik 24-cü suala. 24-cü sual da əslində eyni tip məsələdəndir. Yəni, deyir ki, 24-cü briqadadır. 2 fəhlədir. Biri digərindən 3 dəfə tez qutarır və işi birlikdə 3 günə görürlər. 24-cü məsələ. Birlikdə 3 günə görmüş olublar işi. Cəminə 3 demişəm. Aha, cəminə 3 dedim. Və biri digərindən 3 dəfə tez qutarır. Yəni, bu x günə görürsə, bu 3 dəfə tezdir, 3x günə. Bir obisindən 3 dəfə tez. Biri x olanda, biri 3x olmuş olacaq. İkisi birlikdə 3 saat. Bu niyə 1x, 1-3x? Biri obisindən 3 dəfə tez yerinə yetirir. Biri x, 3x və ikisi birlikdə 3 günə. Ona görə bərabər düşdürür və bu tənliyi həll edirik. 3x-dən x ortaq gətirmək üçün bunu x-ə vurursunuz. Deməli, eləyir 1 bölü 3x, üstə gəlir 3 bölü 3x bərabərdir 3-də 1. Və məxrəcləri eyni olan kəsirləri toplayanda məxrəc qalır, sürətlər toplanmış olur. Tənasüb vurursunuz. 3x-i 1-ə 3x, 4-ü 3-ə 12, 12-ni 3-ə bölürsünüz 4. Biri 4 saatə eləyir. 4 günə. O birisi 3 dəfə çoxdursa, 4-ü 3-ə vurursan, o birisi də 12 günə işi qutarmış olur. Davam edirik 26-cı sualına. Nə deyir 26-cı sualımız? Baxa. Sual. Sual belədir. Nədir? Aralarındakı məsafə 73,2 olan iki məntəqədən qarşı-qarşıya sal və kater eyni zamanda yola düşdü. Katerin durğun sudakı sürəti 18,3-dür. Onlar neçə saatdan sonra görüşərlər. Deməli, uşaqlar, məsələ burasında nədir? Deməli, katerlə sal qarşı-qarşıya hərəkətə edirlərsə, bu deməkdir ki, sal axın ilə gedir, kater axına qarşı gedir. Niyə? Çünki heç vaxt sal ilə ki, bir-birinə birləşdirilmiş odun parçası kimi düşünün. O heç vaxt axına qarşı gedə bilmir. Çünki onun motoru yoxdur. Yəni, axın onu hara aparsa, o orada gedir. Yəni, həmişə kater, həmişə sal axın ilə hərəkət eləmiş olur. Və bunlar da qarşı-qarşıya hərəkət elədikləri üçün, yəni, belə deyək, sal belə gedir, kater də buna qarşı gəlir. Bu deməkdir ki, bunlar görüşürlərsə,
İkisinin getdiyi yol 73,2'dir. Çünki iki məntəqə arasındakı məsafə 73,2 kilometrdir. Bu demək ki, qarşı-qarşıya hərəkət edirlərsə ikisi birlikdə 73,2 kilometr yol getməlidirlər. Yəni bizə uzun sözün qısası bunların yolu lazımdır. Və biz nəyi bilməliyik? Bilməliyik ki, katerin salın sürəti çayın sürətidir və sal və çaya bərabərdir. Çayın da sürəti yoxsa da gəlin bunu x deyək. Bu salın sürətidir. Katerin isə dediyimiz kimi sal axın ilə gedir. Kater isə ona qarşı gəldiyi üçün axına qarşı gəlməlidir. Axına qarşı sürəti tapmaq üçün, yəni katerin axına qarşı sürətini tapmaq üçün isə biz katerin durğun sudakı sürətindən çayın axma sürətini çıxırıq. Yəni katerin öz sürəti 18,3'dür. Bundan çıxacaq çayın sürətini. Bu bizə verəcək katerin axına qarşı sürətini. Aydındırmı? Bir də deyirəm. Katerin sürəti 18,3'dür. Biz dedik ki, salın sürəti çayın sürətidir. Ona x dedik. Və axına qarşı sürət tapmaq üçün katerdən çaya çıxdım. Aha. Bir neçə saatdan sonra görüşərlər. Eyni zamanda yola düşüblərsə, bunların zamanları eynidir. Yəni bunun da zamanı t-dir, bunun da zamanı t-dir. Yəni bunların yolunu tapaq. Salın yolu tapmaq üçün sürəti zamana vurmalıyam. Sürəti x, zamanı da t. Üstəgəl katerə gəlirik. Katerin sürəti 18,3 çıx x-dir, zamanı da t-dir. Bunu vurdum, yolunu tapdım. X-in birlikdə yolu 73,2'dir. X-t üstəgəl 18,3 t çıx x-t bərabərdir 73,2. Mürtəzəni vurub açdım. X-t'lər getdi. 18,3 t bərabərdir 73,2. 73,2'ni 18,3'e böləndə isə eləyir 4 saat. Əssalam. Davam edirik. 28-ci sual. Gələk, baxaq, nə deyim? Deməli, 28-ci sual. Yenə iş məsələsidir. Yenə bir böl həll eləməliyik. Başlayaq. Birinci fəhlə bir işi ikinciyə nisbətən 4 saat tez yerinə yetirir. Aha. Tutaq ki, birinci 4 saat tez yerinə yetirirsə, birinci 2 saat isə ikinci 4 saatda yerinə yetirir. Yəni əslində buna x bölü 4 də yaza bilərdik. Rahat olsun deyə mən belə edirəm. Yəni ikinciyə 4x demişəm, birinci ondan 4 dəfə demirəm, 4 saat deyir. Uşaqlar, səhv eləmiş olduq. Deməli, birinci işi ikinci fəhləyə nisbətən 4 saat tez yerinə yetirir. Mən 4 dəfə oxumuşdum. 4 saat olanda bu oldu x. Birinci 4 saat tez yerinə yetirir, x çıx 4. Bu belə. Sonra onlar əvvəlcə 2 saat birlikdə işlədilər. Sonra qalan işi ikinci fəhlə tək 1 saata yerinə yetirdi. Ona belə çıxır ki, birinci fəhlə 3 saat işləyib. Niyə? Birinci fəhlə ilə ikinci fəhlə hərəsi 2 saat işləyib, bəli. Sonra əlavə olaraq qalan işi birinci fəhlə də 1 saata işləyibdi əlavə. Deməli, birinci fəhlə 3 saat işləyib, ikinci fəhlə isə 2 saat işləyib. Bunu 2'yə vurdum. Topladım və iş bitmiş oldu. İş bitdisə, hissələri 1'ə bərabərdir. İzah edeyim niyə? Deməli, bir iş görməliyik. Mən işin 5'də 3'ünü görürəmsə, işin bitməsi üçün o bir adam da 5'də 2'sini görməlidir. Yəni, toplam 1 tam alınmalıdır. Ona görə belə edək. Və salam. Alınan tənliyi həll edin. Deməli, birincini x-a, ikincini x çıx 4'ə vurursunuz. Deməli, məxrəcimiz olur x vurulsun, x çıx 4. 3'ü 1'ə vururam, 3 x-ə vurdum, 3x. 2'ni x'e vuran 2x, 2'ni 4'e 8 bərabərdir 1'e. Vuraç, məxrəc x kvadrat çıx 4x edir, sürət 5x çıx 8 edir, bərabərdir 1. Bilirsə, 1'in məxrəci də 1 səndir. Bunu çarpaza vuranda x kvadrat çıxılsın 4x bərabərdir 5x çıx 8. Edir x kvadrat çıxılsın 4x çıxılsın 5x. Gəlsin 8 bərabərdir 0. Bu da edir x kvadrat çıx 9 x plus 8 bərabər 0. Yəni vuranda 8, toplayanda da 9 eləyən ədəd. Toplayanda 9, vuranda da 8 olan ədədimiz olacaq 1 ilə 8. Biz də burada 1'i götürə bilməliyik. Çünki niyə? Əgər bu 1 saat eləsə, bu 1 çıx 4 mənfi 3 saat eləmiş olacaq, alınmayacaq. Deməli,
İkinci 8 sırada görülmüş olur. Elə bizdən də ikincisini istəyir 8 sırada. Birincini istəsəydi x çıx 4 idi. Yəni 8-dən 4-ü çıxacaqdım. Olacaqdı 4 sırada. Bir dəqiqə marker gətirim. Davam edirik 29-cu sualla. Nə dedi 29-cu sualımızda? Deyir ki, 29-cu sual. Əmanətçi banka, əmanət kassasındakı pulun əvvəlcə 3/1-ni götürür, sonra qalan pulunun 5/3-ünü götürür, sonra isə əlavə 120 manat götürdü. Deməli, əvvəlcə bankdan pulunun 3/1-ni götürdüsə, qaldı 3/2-si. Sonra bu 3/2-nin də 5/3-ünü götürdü. 5/3-ünü götürdüsə, qaldı nə qədər? 5/2-si. Ona görə 5/2 vurdum. Bir də deyirəm, əvvəlcə pulunun 3/1-ni götürdüsə, qaldı 3/2-si. Sonra da 5/3-ünü götürdü. 5/3-ünü götürdüsə, qaldı 5/2-si. Yəni 3/2-si qalmışdı, o 3/2-nin 5/2-si qalmış oldu. Sonra da əlavə 120 manat götürdü, çıx 120 və bu zaman pulunun 15/1-i qaldı. 15/1 x-imiz qalmış oldu. Və salam, bu tənliyi həll etmək lazımdır. Deməli, bunu vuranda bir-birinə 15/4x, bu 15/1-i də gətirdim yanına, çıx 15/1x bərabərdir 120-yə. Eləyir 15/3x bərabərdir 120. Yəni 120-ni vuracam 3/15-ə. Bölməliyəm 15/3-ə. Böləndə tərsinə vurdum ona görə də. 120-ni əslində 120-ni 3-ə də bölə bilərdim. Sən 3-ə böldüm 40, 40-ı da 15-ə vururam 600. Və yaxud 120-ni 3-ə bölüb 5, 15-i 3-ə bölüb 5, 120-ni 5-ə vurub 600 də ala bilərdiniz. Keçirik 30-cu suala. Nə deyir 30-cu sual? Deyir ki, eyni vaxtda körpüdən qarşı-qarşıya kater və sal yola düşdü. Əslində kater və sal yola düşübsə, bu deməkdir ki, sal axın ilə gedir, kater axına qarşı gedir. Bunu bayaq məsələdə də demişdim. 26-cı məsələdə. Sonra gəlin şəklimizi çəkək. 30-cu məsələyə baxırıq. 30. Kater və sal yola düşür. Deməli, qarşı-qarşıya kater və sal yola düşür. Deməli, körpümüzün biri buradadır. Biri də olsun burada. Qarşı-qarşıya yola düşürlər. Deməli, sal belə gedir. Kater də belə gəlmiş olur. Bura olsun sal, bu da olsun kater. Dediyimiz kimi sal həmişə nə ilə gedir? Axın ilə. Bura olacaq axın ilə. Bu olacaq axına qarşı. Nə baş vermiş olacaq uşaqlar? Deməli, burada nə baş vermiş olacaq misalımızda? Sualımızı oxuyaq. Deməli, kater 30 km getdikdən sonra o biri körpüyə çatdı və 20 km geri qayıtdı, salla rastlaşdı. Deməli, kater buradan bura gedir 30 km. Yəni, iki dənə körpü arasındakı məsafə 30 km. Və sonra təzədən 20 km qayıdır. Burada 20 km-dir. Sala çatır. Sal buradadır. Saldan görüşür. Belə çıxır ki, sal, kater 30 gedir, 20 qayıdır, yəni ümumilikdə 50 getmiş olur. Sal isə hələ cəmi 20 km getmiş olub. Yəni, salın yolunu bildik, 20-dir. Və demişdik ki, salın sürəti nəyin sürətidir? Çayın sürətidir. Çayın sürəti hər yerdə 4-dür. Deməli, və salın sürəti 4-dür. Və eyni zamanda salın getdiyi yolda 20-dir. Zamanı tapa bilərəm də, yolu sürətə bölməklə 20-ni 4-ə bölürəm, edir 5 saat. Salla kater eyni zamanda yola çıxdıqları üçün bu deməkdir ki, katerdə 5 saat yolda olmuşdur. İndi gələk məsələmizə. Nədir məsələ? Kater 30 km nə ilə dedik gedib axına qarşı. Çünki niyə? Salla qarşı-qarşıya hərəkət edəndə olar. Biri axın ilə getmiş olur, biri axına qarşı getmiş olur. Sal həmişə axın ilə getdiyi üçün kater axına qarşı getmiş olur. Deməli, kater axına qarşı. Bura axına qarşı eləyək. Bu biri tərəfə isə axın ilə eləyək. Aha, axın ilə. Deməli, kater axına qarşı 30 km gedib, axın ilə isə 20 km gedib. Axına qarşı sürəti tapanda katerin sürətindən çayın sürətini çıxırıq. Katerin sürətini bilmirikdə x deyək, çayın sürəti 4-dür.
Axın ilə sürəti tapanda katerlə çayı toplayır. Katerin sürətinə x demişəm. Çayın sürəti isə salın sürətinə eynidir 4. İndi ümumi zamanımız var ki, katerdə ümumi 5 saat yolda olub. Deməli, mənə katerin zamanını tapmaq lazımdır. Kater 30 km axın ilə gedib, yəni 30-u x çıx 4-ə böləcəm. 30-u axına qarşı gedib. 20-ni isə axın ilə gedib, x plus 4-ə böləcəm. Və ümumi nə qədər zaman sərf edib? 5 saat və salam. Deməli, bunu x plus 4-ə vuracam. Bunu isə x çıx 4-ə vuracam. Məxrəcim olur x çıx 4, x plus 4. Yəni, bu bizə verir x kvadratı çıx 16. Müxtəsər vurma düsturu. Sürət edir 30x üstə gəlir 120. 20x çıx 80 bərabərdir 5-ə. Yuxarıda məsələnin şərtini silim. Məsələnin şərtini silim. Və təhlilimizi orada davam elətdirək. Deməli, nədir məsələ? 30x-dən 20x edir 50x. 120-dən 80 çıxanda edir 40. 5-i də x kvadratı çıx 16-ya vuranda 5x kvadratı çıx 80 eləmiş olur. 5x kvadratı çıx 80 çıx 50x çıx 40 bərabər 0. Neynədir? Bunları saxladım. Bunu bu tərəfə keçirdim. Yəni 5x kvadrat çıx 50x çıx 120 bərabərdir 0. 5-ə bölürəm. X kvadrat çıxılsın, 10x çıxılsın, 24 bərabərdir 0 almış oluram. Və vuranda mənfi 24, toplayanda isə 10 eləyən ədəd lazımdır. Bu da 12 ilə mənfi 2-dir. Baxın, 12 ilə mənfi 2-ni vuranda mənfi 24, toplayanda da müsbət 10 eləmiş olur. Sizdən nə istəyir? Katerin axın ilə sürətini istəyir 30-cu sualda. Axın ilə sürətin buydu x plus 4. Deməli, sürət mənfi olamaz, bu getdi. Deməli, katerin sürəti özü 12-dir. Axın ilə sürət dediyi üçün katerlə çayı toplamalıyım. Yəni, x plus 4 lazımdır mənə. 12-nin üstünə də 4'ü gəlirəm. Olmuş, oldu. 16. İndi davam edirik uşaqlar. 31-ci sualımız. 31-ci sualda nəyə baxırıq? 31-ci sualda baxırıq ki, nə istəyirsinizdən? Axına qarşı sürət istəmiş olur. Da doğrusu 31 yazmayacağım. 30 ilə eyni şeydir. Davam edirik 32-ci sualına. Nədir məsələ? 32-ci sualda belədir. Sabit sürətlə hərəkət edən qatar dayanmış sərnişinin yanından 7 saniyəyə, uzunluğu 378 metr olan körpüdən isə 25 saniyəyə keçir. Qatarın uzunluğu neçə metrdir? Deməli, məsələ burasında nədir? Qatarın körpüdən adamın yanından 7 saniyə keçir. Bu deməkdir ki, özü boyda yolu 7 saniyəyə gedir. Yəni, belə deyim. Bax, adam durub, qatar bunun yanından keçməlidir. Qatarın uzunluğu tutaq gedirəm 300 metrdir. Demək, bu adamın yanından keçmək üçün, bu vəziyyətə gəlməsi üçün 300 metr yol getməlidir. Yəni, özü boyda. Özü boyda yolu 7 saniyəyə gedir. Körpünün 378 metr körpünü isə 25 saniyə keçir. Bu demək ki, baxın, bu deyək ki, tutaq ki, bizim əlimizdə bu qapağımız qatardır. Bu da körpüdür. Bu qatar bu vəziyyətdə dayanır. Körpünün uzunluğu 378-dir. Əgər bu 378 metr getsə, belə dayanacaq. Körpüdən çıxırsa, yəni özü boyda yolu da getmiş olmalıdır. Deməli, və bütün, deməli, sürətini V deyək, uşaqlar. Sürət V'dir. Deməli, adamın yanından 7 saniyə keçirsə, özü boyda yolu 7 V yol getmiş olur. Körpüdən keçirsə, 378 metr uzunluğunda 25 saniyə keçir. Deməli, adamın yanından gedəndə getdiyi yol 7 V'dir. Körpüdən çıxanda getdiyi yol isə 25 V olmalıdır. Və 25 V'dən 7 V'ni çıxanda 378'e bərabər olmalıdır. İzah edeyim, niyə çıxıram? Başa salım, bir də deyirəm. Çünki körpüdən çıxanda, tutaq ki, baxın, bu körpüdür. Bu da olsun bizim qatar. Deməli, qatar dayanıb bu vəziyyətdə. Qatar körpüdən çıxırsa 378 getmir.
Deməli, qatar körpüdən çıxırsa, körpü boyda və əlavə özü boyda yol gedir. Ona görə də körpüdən çıxdığı yoldan özü boyda yola çıxanda alınır körpünün uzunluğu. Bu tənliyi həll edirsiniz. 18V bərabərdir 378-ə. 378-i 18-ə böləndə 21 eləmiş olur. Deməli, sürəti oldu 21. Sizdən soruşur, qatarın uzunluğu neçə metrdir? Özü boyda yolu 7V saniyəyə gedirsə, 7-ni vuracaqsınız. 21-ə 147 alınmış olacaq. Bəs olur. 33-cü sual. Sual belədir. Biri o birindən 2 vahid böyük olan iki natural ədədin kvadratları cəmi 452-dir. Biri x-dir, o birisində də x-dir, 2 deyil, 2 vahid böyük. Və bunların kvadratları, bunun kvadratı ilə bunun kvadratının cəmi 452-yə bərabərdir. Tənliyi həll eləmək nə var ki? X kvadrat, üstəgəl x kvadrat, üstəgəl 4x plus 4 kvadrat, mörtəzəni ki, a plus b-nin kvadratı kimi açdım. 452-ni də keçirdim, digər tərəfə alacam. Kvadrat tənlik. Və bu kvadrat 2-yə bölək. Diskriminant da eləyib tapa bilərsiniz. Nə bilim, istəyirsiniz ümumiyyətlə tapın, fərq yoxdur. Mən diskriminant eləyəcəm. B kvadrat, yəni 2-nin kvadratı 4 üstəgəl. Üstəgəl yox, daha doğrusu çıxılsın. 4 vurasın A-mız 1, C-miz də mənfi 224. Deməli, edir bu 4 üstəgəl 896. Bunu da toplayanda edir 400. Bundan da kök çıxır 30. X1 tapıram, mənfi B 900-dən çıxır 30, bir də deyirəm, mənfi B 2 oldu, mənfi 2. Düstur belədir, mənfi B üstəgəl kök altda D. 2 oldu, mənfi 2, kök altda D. Yəni 900-dən 30 bölü 2, A-mızda 1. 30-dan 2 çıxıram, 28, 28-də 2-yə bölürəm, 14. İkincini tapıram, mənfi olacaq, natural ədəd olmayacaq. Ədədin biri 14-dür, o birisi ədəddə 16-dır. 14 ilə də 16-nın cəmi 30. Ardıcıl cüt ədəd dediyi üçün, daha da 9 ədəd demək, 2 vahid böyük dediyi üçün 14 o birisi olacaq 16. Cəmi də 30 olmuş olacaq. 35-ci sual. Sual belədir. Anan qızından 3 dəfə böyük. Ya, daha doğrusu, ana qızından 4 dəfə böyükdür. Deməli, qız, bu da olsun ana. Ananın yaşına x derim. Qızın yaşına x derim. Ana 4 dəfə böyükdür deyə oldu 4x. 3 ildən sonra. 3 il keçirsə ana da 3 yaş böyüyür. Qız da 3 yaş böyümüş olur. Və bu zaman ana qızından 3 dəfə böyük olacaq. Deməli, qızı vuracağıq 3-ə. Bu tənliyə vurub açıb x-i tapaq. Sizin işiniz. 36. Sual belədir. Atanın 35 yaşı var, uşaqların isə 2 və 5 yaşı var. Deməli, bu oldu ata, bu oldu uşaqlar. Atanın 35 yaşı var, uşaqların isə 2 və 5 yaşı var. Deyir ki, neçə ildən sonra? Neçə ildən sonra dediyi üçün. Tutaq ki, x ildən sonra. Ata da x yaş böyüyür. Uşaqların hərəsi də x yaş böyüyür. Yəni, tutaq ki, 3 il keçirsə, uşaqların hər biri 3 yaş böyüdüyü üçün 2x gəlir üstünə. İndi soruşur. Neçə ildən sonra, x ildən sonra uşaqların yaşı atanın yaşı uşaqların yaşlarının cəmindən 2 dəfə çox olacaq. Ata çoxdur deyə uşaqlar budur ki. Bura niyə 2x gəldiyimi anlaşıldı. 3 il keçirsə ata 3 yaş böyür. Amma 2 dənə uşaqdırsa hərəsi 3 yaş böyür. Yəni 6 yaş böyümüş olur. Ona görə 2x yazsın. Məsələn, bizə x-i tapmaq lazım. 35 plus x bərabərdir. 2-ni 2-ə 4, 2-ni 5-ə 10, 2x-ə 4x. Deməli, 4x-dən x-i çıxdım 3x, 35-dən də 14-ü çıxıram. 21-i də 3-ə böldüm 7. Yəni 7 ildən sonra atanın yaşı uşaqların yaşları cəmindən 2 dəfə böyük olmuş olacaq. Davam edirik 38-ci sualda. Nə deyir? Deyir ki, sinifdəki şagirdlərdən 30 nəfəri oğlandır. 30 nəfərimiz oğlandır. Bunu bilirik. Deməli, sinifdə 30 nəfər oğlan var. Sonra, oğlanların 20-si
Qızların 40% dərnəklə məşğul olur. Qızların sayını bilmirəm. Gəlin qızların sayına da deyək x. Aha. İndi dediklərini yazıram. Oğlanların 20-si. 20. Qızların 40%. Qızlar x-dırsa 40% olur 0,4x. Bilirik də x 40% %40 ixtisar elədim 10,4 yəni 0,4 məşğul olur. Deməli oğlanların 20-si, qızların isə 0,4% dərnəklə məşğul olur. Bu da sinifin 60%-dir. Sinif deyəndə oğlanlarla qızları topladım və bunun 60%. 60% nə deməkdir? %60, yəni 0,6-sı. Və salam məşğul olur. Qızlar, oğlanların 20-si, qızların 0,4-ü dərnəklə məşğul olur. Bu da sinifin 60%. Sinif də deyəndə qızlarla oğlanların 60%-dir. Və salam. Tənliyi həll edəcəm. 20 üstə gəl 0,4x. 30-u 0,6-ya vuranda edir 18. Üstə gəl 0,6x. İndi 0,6x-dan 0,4x-i çıxdım 0,2. 20-dən də 18-ni çıxıram 2. 2-ni də 0,2-yə böləndə eləyir 10. X oldu 10. Yəni sinifdə 10 qız var. Sizdən də soruşur ki, 38-ci sualı yazıram. Dərnəklə məşğul olduğunu bilərək şagirdlərin ümumi sayını tap. Deməli, sinifdə 30 oğlan var. Tapdıq ki, 10 dənə də qız var. Sinifdə neçə uşaq var? Sinifdə deməli 40 uşaq var imiş. 40-cı suala baxırıq. Kater 15 km çayın axını ilə 4 km isə göldə gedibdir. Uşaqlar, göldə çayın axarı olmur. Yəni gölün axarı olmur. Göl odur ki, axarı olmayan su hövzəsinə göl deyilir. Yəni orada hərəkətlər nə axın ilə, nə axınla qarşı olmur. Göldə sürət ancaq katerin öz sürəti olmuş olur. Məsələlərimizə baxaq. 40-cı sual. Deməli, birinci. Axın ilə deyir, yolu 15-dir. Burada göl deyir. Göldə yolu 4-dür. Bütün yola 1 saat sərf edib. Çayın axma sürəti hər yerdə 4-dür. Tapaq. Aha. Deməli, katerin sürətinə x deyirəm. V kater x-dir. Bilirik. Göldə dedik ki, sürət həmişə katerin öz sürətidir. Yəni x-dir. Axın ilə sürəti tapanda isə katerin sürəti ilə, yəni x ilə çayın sürətini toplayıram. X plus 4 olur axın ilə sürətimiz. Və ümumi yola 1 saat sərf olmuşsa, mən zamanı tapmalıyam. Axın ilə zamanı tapmaq üçün 15x plus 4-ə böləcəm. Göldəki zamanı tapmaq üçün 4x-ə böləcəm. Yəni yolu sürətə bölməklə zamanı tapırıq. Ümumi göllə və axın ilə getməyə 1 saat sərf edib deyə 1-ə bərabər elədim ikisinin zamanını və salam. Və bu tənliyi həll edirik. Bunu x-ə vurursunuz. Bunu x plus 4-ə vurursunuz. Məxrəciniz olur x vurulsun x plus 4. Sürətiniz olur 15x üstə gəl 4x-ə 4x 4-ü 4-ə 16 bərabərdir 1. Bu x-i x plus 4-ə vuranda mən onu birbaşa açıb yazıram. X kvadrat üstə gəl 4x edir. Bununla çarpaz bilirsiniz. Birin məxrəci 1 vuranda x kvadrat üstə gəl 4x bərabərdir 15x-dən 4x topladım. 19x plus 16. Bunları da yığın bir tərəfə kvadrat tənliyi alaq. X kvadrat üstə gəl 4x çıx 19x birbaşa keçirəm. Endir mənfi 15x çıx 16 bərabərdir 0. Vuranda mənfi 16 eləyib. Toplayanda da müsbət 15 eləyirsə 16 və mənfi 1-dir. Vuranda mənfi 16 eləsin, toplayanda müsbət 15 eləməlidir. 16 ilə mənfi 1. Kim niyyətlə eləyənmirsə diskriminant tapa bilər. Nəsə, deməli bizim katerin sürəti 16-dır, mənfi olanmaz da sürət. Sizdən amma onu istəmir. Sizdən axın ilə sürət istəyir. Axın ilə sürət x plus 4-dir. Yəni 16 üstə gəl 4. 16-ın üstünə 4 gəlirəm. Axın ilə sürətim olmuş oldu 20. Cavabım oldu 20. Davam edirik 42-ci suala. Nədir məsələ? Deyir ki, məktəblər arasında bilik yarışı keçirilir. Burada uşaqlar obşi 100 baldan 60 bala dəyərində qiymətləndirilir və 48 nəfərə mükafat verilir. Deməli, gəlin yazaq. Uşaqlar yığıb 60-80 arasında bal, 80-90 arasında və 90 ilə 100 arasında yığıb uşaqlar ballar. Gəlin indi məsələnin şərtinə. Deyir ki, onlardan 80-90 arasında bal toplayanların sayı 90-100 toplayanlardan 6 nəfər çoxdur. 90-100 toplayanlara x desəm,
80-90 yığanlar 90-100 yığanlardan 6 nəfər çoxdur. Bir də deyirəm 80-90 yığanlar 90-100 yığanlardan 6 nəfər çoxdur. Sonra deyir 60-80 aralığında bal toplayanlardan isə 6 nəfər azdır. Yəni 80-90 bal aralığında bal yığan uşaqlar 60-80 yığanlardan 6 nəfər azdır. Bu 6 nəfər azdırsa bu onda 6 nəfər çox olmalı. Yəni o x plus 12 olsun ki deməli belə deyim də doğru deyil də. Əli Vəlidən 5 yaş böyükdür. Onda bu deməkdir ki, Vəli Əlidən 5 yaş kiçikdir. Budur. Deməli 80-90 toplayanlar bundan 6 nəfər az olmalı. Deməli bu x plus 12-dir ki, 6 nəfər az, x plus 6 eləsin. Cəmi neçə adama mükafat veriblər? 48. Tənliyimiz budur. Deməli x-ləri toplayanda 3x, 6 ilə də 12 topladım 18 bərabərdir 48. 48-dən 18-imiz var 30. 30-da 3-ə böləndə x olmuş oldu 10. Sizdən soruşur 80-90 aralığında neçə nəfər toplayıb? 80-90 aralığında toplayan neçədir? X plus 6-dır. Yəni 10 plus 6. 16. Davam edirik. 44-cü sualımız. Baxaq. Nə deyir 44-cü sual? Sual belədir. Deyir ki, qabın 7/3 hissəsi doludur. Deməli, bir deyək dolu, bir də deyək boş hissə, ya dolmamış hissə. 7/3-ü doludursa, 7/3x. 7/3-ü doludursa, boş hissəsi olacaq 7/4x. Deyir, qaba 25 litr su tökülür. Su tökülürsə dolu hissə çoxalır, boş hissə isə azalmış olur. İndi sonraki cümləni. Doldurulmuş hissə doldurulmamış hissədən 2 dəfə çoxdur. Bu, bundan 2 dəfə çoxdur. Bu çoxdur deyə bunu yox. Az olanı 2 vururuq və bu tənliyi həll edirsiniz. Yəni 7/3x üstə gəl 25 bərabərdir 7/8x çıx 50. İndi x-ləri bir tərəfə keçirsəm 7/3-dən 7/8-in çıxanda 7/5x mənfi. Mənfi 50 çıx 25 mənfi 75. 75-i də bölürsən 7/5-ə. Yəni vurursan 5-də 7. 75 ilə 5 gedir 15. 15-i 7-yə 105. Deməli qabın tutumu 105 litrdir. Bunun ikinci bir həll üsulu. Daha rahat deyərdim mənə görə həll üsulu. Deməli qabın 7/3 hissəsi doludur. Bu deməkdir ki, qabın 3 hissəsi doludur. Qabın özü isə 7 hissədir. Yəni 7/3 hissəsi dolu olmalıdır ki, qab 7 litr tutursa 3 litri doludur. Ona görə də qaba 7x dedim, dolu hissəyə 3x dedim. Onda boş x olacaq 4x'imiz. Çünki ikisi bir də olmalıdır 7x. Qaba 25 litr su tökülür. Onda dolu hissə artır, boş hissə isə azalır. Və dolmuş hissə dolmamış hissədən 2 dəfə çoxdur. Bu 2 dəfə çoxdursa bunu yox, az olan 2-yə vururuq ki, bərabərlik alınsın. Tənliyi həll elə 3x plus 25, 8x çıx 50. 3x-dən 8x çıxın 5x, daha doğrusu 3x çıx 8x, mənfi 5x, mənfi 50 çıx 25, mənfi 75. 75-i 5-ə 15. Bu x-dir. Qab neçə x-dir? 7x-dir. Yəni 7-ni 15-ə vuracaqsan, qabın tutumu 105-imiş. Belə də eləyə bilərsiniz daha rahat həll eləmək üçün. Davam edirik. Qırx 6-cı məsələ. Nə deyir? Deyir ki, kənddən 12 kilometr məsafədə olan iki şəhərdən piyada yola düşdü. 2 piyada yola düşdü. Birinci piyadanın sürəti ikincidən 1 kilometr çoxdur. Deməli, uşaqlar V1, V2. Deyir ki, birincinin sürəti ikincidən 1 kilometr çox. İkincinin sürətinə x desək, birincinin sürəti 1 kilometr çoxdursa x plus 1'dir. Və ikisinin də yolu 12'dir. Çünki ikisi də kənddən şəhərə gedir, yəni yol eynidir. Aha. Bunun sürəti 1 kilometr çox olduğu üçün bu 1 saat tez çatır. Yəni bu 5 saatda çatırsa, bu tutaq ki 4 saatda çatır. Onu bu demək ki, T2-dən T1'e çıxanda alınır 1. Deməli, bu test, birinci test çatır deyə, bu tutaq ki 5 saatda çatırsa, bu 4 saatda çatır. Ona görə böyük budur, buna bunu çıxanda 1'ə bərabər elədik. Deməli, T2-ni tapmaq üçün S-i V-yə bölməliyəm. 12-ni X-a bölməliyəm. Çıx.
T1-i tapmaq üçün yenə SV'yə bölməliyəm. 12-ni x plus 1'ə bölməliyəm. Və cavab da 1'ə bərabərdir. Bunu vururuq x plus 1'ə. Bunu vururuq x-ə. Məxrəcdə x-i x plus 1'ə vuran. X-i x plus 1'ə vuranda x kvadrat plus x edir. Vur bastım. Sürəti vuranda 12x plus 12. 12'ni x-ə 12x. 12'ni 1'ə 12. Burada da 12'ni x-ə vuranda 12x bərabərdir 1'ə. Sürətdə 12x'lər getdi. 12 bölünsün x kvadrat plus x bərabərdir 1'ə. Çarpaz vuranda x kvadrat plus x bərabərdir 12. Bu deməkdir x kvadrat plus x çıxılsın 12 bərabərdir 0. Vuranda mənfi 12. Toplayanda isə mənfi 1 edən ədəd mənfi 4 ilə müsbət 3'dür. Bunları vuranda mənfi 12, toplayanda da mənfi 1 edir. Sürət mənfi olanmaz, deməli oldu x minus 3. Sizdən də soruşur, birinci piyada bu yola neçə saat sərf eləmişdir? Birincini istəyir, zamanını istəyirsə. Birincinin zamanı baxın, bu da 12 bölü x. Niyə? Zamanı tapmaq üçün yolu sürətə bölməliyəm də. Deməli, mən 12 bölü x lazımdır mənə. Yox, daha doğrusu birincini istəyir. Birinci bu deyil. Görürsünüz, T2'dir. Deməli, biz 12'ni x plus 1'ə bölməliyik T1'i tapmaq üçün. Gəlin, buradan x1'i buraya yazım üçün. Deməli, T1'i tapmaq üçün 12'ni bölməliyəm x plus 1'ə. Yəni, 12'ni bölməliyəm 3 plus 1'ə. Yəni, 4. 12'ni 4'ə böləndə nə alırıq? 3. Mesela. 38-ci sual. Sual belədir. 48-ci sualımız deyir ki, sərnişin hərəkət edən eskalatorla hərəkət istiqamətinə yeriyərək yolu 90 saniyəyə gedir. Yəni, eskalator həm hərəkət edir, həm də sərnişin. Yəni, eskalatorla sərnişinin sürətləri toplanır. Və bu yolu neçə saniyəyə gedir? 90'a. Yəni, sürəti 90'a vurdum, yolu tapdım. Yollar eyni olacaq. Mən eskalatorda yeriyirəm, istəyirəm, qaçıram, istəyirəm, dayanıram. Eskalator gedir, eyni mərtəbəyə çıxıram da. Yəni, eskalatorun uzunluğu tutaq ki, deyirəm, 50 metrsə o dəyişmir ki, qısalmır və ya uzanmır ki. Sadəcə tez və ya gec gedə bilərəm yolu. Sonra, hərəkət edən eskalator üzərində dayanır. Bu deməkdir ki, eskalator ancaq özü hərəkət edir. Sərnişinin sürəti burada yoxdur. 171 saniyə gedir, yəni sürəti zamana vurdum, yolu tapdım, yolları bərabərləşdirdim. İndi bu tənliyi həll edir. 90 eskalator, üstəgəl 90 V sərnişin bərabər 171 V eskalatora. 90'dan 171'in çıxanda 81 V eskalator bərabərdir 90 V sərnişin. Bunu da 9'a ixtisar etsək 9 V eskalator 10 V sərnişinə bərabərdir. Yəni buradan V eskalatora 10, V sərnişinə isə 9 deyə bilərik. Əslində 9K 10K deməliyik. Onsuz da sonrasında K olsa ixtisar olunacaq deyə heç demədiyim. Sizdən nə istəyir? Deyir ki, sərnişin dayanmış eskalatorda yeriyərək bu yolu neçə saniyəyə gedir? Zamanı istəyir. Yolu böləcəm sürətə. Amma nəyin sürətinə? Burada eskalator dayanır, sərnişin yeriyir. Yalnız sərnişinin sürətinə. Yolun yerində nə yazacağım uşaqlar? Baxın, yolumuz ya budur, ya budur. Nə istəyirsiniz? Mən bunu qoyuram. 171 V eskalator böl V sərnişin. Bu bir tərəfdə qoya bilərik yolun yerinə. Çünki dediyim kimi, istəyir yerisin sərnişin, istəyir yeriməsin. Yol eyni yoldur. Gətirib yerinə rəqəmləri qoyaq. 171 vur 10 böl də 9. 171'i 9'a böləndə qalır 19. 19'da 10'a vurdum. 190 saniyə. Mesela. Sonra 50-ci məsələ. Əslində istifadə eləmiyorlar. Necə istifadə eləmiyorlar? Deyir ki, 6 dost eyni məbləğdə pul qoyurlar və özlərinə şirkət açırlar. 4 nəfər hər biri qoyur pulu. İkisi bu işdən imtina edir. 2 nəfər imtina edəndə 4 nəfər hərəsi əlavə 3000 qoyur. Deməli, 4 nəfər hərəsi əlavə 3000 qoyursa, 4 nəfər 3000'ə vuranda eləyir 12000 pul qoyurlar. Bu 12000'i neçə adamın əvəzinə qoyurlar? 2 nəfər çıxıb da işdən onların yerinə. Yəni 2 nəfərin yerinə 12000 qoyurlarsa, 1 nəfər 6000 pul qoymalıymış deməli. 6 dosta şirkət açmaq istəyirlərsə, hərə 6000'dən qoyanda, 6'ını 6000'ə vuranda 36000 pul eləmiş olur. Belə. Deməli, amma gəlin tənlik quraq. 50. Tutaq ki, əvvəl 6 dost x manatdan pul qoyurdu adam başına. İndi ikisi çıxır, qalır 4 adam.
Qoyacaqları pula 3000 əlavə edirlər. Əvvəl x manat qoyurdularsa, indi x plus 3000 qoyurlar. Deməli, əvvəl 6 nəfər hər x manatdan qoyurdu. İndi 4 nəfər qalıblar. X plus 3000 qoyurlar. Yəni, öz pullarını və əlavə 3000 qoyurlar. Tənliyə həll edirsiniz. 6x bərabərdir 4x plus 3-ü 4-ə vuranda 12000. 6x-dan 4x çıxanda 2x bərabərdir 12000. 12000-i 2-yə böləndə edir 6000. Yəni, adama 6000 qoyulmuşlar. 6 dosta hərəyə 6000-dən qoyanda edir 36000 pul qoymalı imişlər. Davam edirik. 52-ci sual. Sual belədir. Nədir? Deyir ki, x sabit x kilometr sürətlə sürətlə axan çayın sahilində bir düz xətt boyunca ardıcıl olaraq ABC məntəqələri yerləşir. Deməli, məntəqələrimiz bu formadadır. A, B və C. Sonraki cümləni oxuyuram. Motorlu qayıq çayın axını istiqamətində A məntəqəsindən C məntəqəsinə gedib. Deməli, A-dan C-yə gedir və oradan sonra C-dən B-yə qayıdır. AB 44 km. Cədvələ görə çayın axma sürətini tapın. Özü verib, axın istiqamətində də və axın əksinə də sürətlərini verib, zamanı da veribdir uşaqlar. Deməli, mən belə deyə bilərəm də, AC-dən BC-ni çıxanda 44 eləməlidir. AC-ni indi gələk tapaq. AC-ni gedib 30 plus x sürətlə 4 saata. Yolu tapdıq sürət zamanı vuruq. Qayıdır B-dən C-yə. 30 çıx x sürətlə 3 saata. Bunda cəmi fərqi 44. Tövdən bunu çıxanda 44 qalır. 120 üstə gəldi 4x çıxılsın 90 plus 3x bərabərdir 44. 7x 30 bərabərdir 44. 30-dan 44-dən 30-unu çıxıram 14. 14-də böldüm x oldu 2. Bizdən də soruşur da nə? Elə o x-i tapaq. Cədvəli də özü verib. Bu 30 plus x, 30 minus x. Məsələn, sadəcə biz bunu bilməliyik ki, AC-dən B-dən çıxanda 44-dən. AC-ni də tapmaq üçün sürətin zamana vurdum. B-ni də tapmaq üçün öz sürətin zamana vurdum. Özdə hazır sürətlə zamanını vermişdir. Sonra 53-cü suala baxırıq. Nədir 53-cü sual? Sual belədir. Turistlər iki məntəqə arasındakı məsafəni hər gün eyni məsafə qət etməklə 15-18 günə getməlidirlər. Deməli, əvvəl günə x kilometr gedirdilər 18 günə. Vurdum ki, obşi getdikləri yolu tapım. Sonra deyir ki, hər gün 2 kilometr çox gedirlər. Yəni, bu dəfə x yox, x plus 2 kilometr gedirlər. Ona görə də yolu 15 günə qət etmiş olar. Bu, buna bərabərdir. Gedilən yol eynidir də. 18x sadəcə gündə 2 kilometr artıq getdikləri üçün tez gediblər yolu 15 günə. Möhtəzəni vurdum, açdım. 18x-dan 15x çıxdım 3. 30-u da 3-ə böldüm 10. Deməli, bunlar əvvəl günə 10 kilometr gedirmişlər. İndi 12 kilometr gedirlər. Bizdən məsafəni istəyir. Məsafəmiz budur. Ya bu, ya bu. Bu tərəfdə də qoya bilərsiniz, fərqi yoxdur. Yolumuz 18 vur x idi. 18, yəni gün 10 kilometr gedirlər, 18 gün gedirlər. 180 kilometr yol getməli etmişlər. Deməli, sonraki 54-cü sual deyir ki, qatar sürətini 8 km artıraraq 4 km yolda vaxtı 2 saat qənaət etmiş olur. Deməli, qatar əvvəl gedirdi, tutaq ki, x-la, x sürətlə. Sürət əvvəl x idi, indi sürəti olub 8 km artırıb x plus 8. Zamanı tapmaq üçün yol sürətə böldüm. Yenə yolu sürətə böldüm zamanı tapmaq üçün. İndi 2 saat qənaət edir. Yəni, bununla bunun fərqi 2-dir. Əvvəl tutaq ki, 10 saat da gedirsə, indi 8 saat da gedir. Neynədir burada? Yolu sürətə böldüm. Əvvəlki zamanı tapdım. İndi yolu sürətə böldüm. İndiki zamanı tapdım və yola 2 saat qənaət edib, yəni zamanların fərqi 2-dir və salam. Bu tənliyi həll edirsiniz. Bu tənliyi həll etmək üçün bilirik. Bunu x plus 8-ə, bunu isə x-ə vurmalıyıq. Məxrəcim x vur x plus 8-dir. Vurub açıram. X kvadrat üstə 8x yazıram. Sürətim 480-i x-ə 480x. 480-i 8-ə vururam.
elədi 3840 çıxılsın 480x. 480x-dən gedir, bərabərlik 2. 2-ni tənasib kimi vuranda 2-ni x kvadratı üstə gəl 8x-ə vururam. Ona görə 2x kvadratı üstə gəl 16x. Bərabərdir mənfi 3840. O da bir tərəfə keçirdim, oldu müsbət 3840. Və bunları 2-yə bölə yerə birbaşa. X kvadrat plus 8x üstə gəl 1620. Vuranda 1620 eləyib, toplayanda da mənfi 8 eləyən ədəd lazımdır bizə. Deməli, nə ola bilər? 40-la mənfi 48. Bəli, 40-la mənfi 48 vuranda 1620 eləyir. Bir dəqiqə, yox. Toplayanda mənfi 8 eləməlidir. Vuranda 1620 eləməlidir. Gəlin uşaqlar, vurub tapaq. Bir dəqiqəyə biz səhv eləmiş uşaqlar. Bu müsbət olmalıdır, bəli. Çünki niyə? 480-i 8-ə vurmuşam müsbətə, mənfi yazmışam. Ona görə bu mənfi olmalıdır, bəli. İndi alınacaq, bəli. Vuranda mənfi 40-la mənfi 48-də vuranda mənfi 1620 edir, toplayanda da mənfi 8 edir. Sürət də mənfi olanmaz deyə oldu sürətimiz 40. Uşaq diskriminat da edə bilərsiniz. Sonra 56-cı sual. Deməli, zalda deyir ki, hər stol arxasında əvvəl 4 nəfər oturduqda 4 şagird ayaq üstə qalır. Deməli, uşaqlar, deyək ki, x stol var. Hərəsinin ətrafında 4 adam oturub vurdum. 4 nəfər də ayaq üstə qalır, onun üstünə gəlir. Niyə? Məsəl üçün, evdə restorana gedirik, 5 masada hərəsində 12 nəfər oturub. Deməli, 5-ə 12-ə vururam, 60 adam oturdu, tutaq gedirəm. 4 nəfər də ayaq üstə qalıb, deməli, mənim 64 adamım var imiş onun kimi. Vurdum, x-i 4-ə, çünki hər stolun ətrafında 4 adam oturub. 4 adam da ayaq üstə qalıb, üstünə gəldim. Sonraki cümlədir. Hər stolda 6 nəfər otursaq, 4 stol boş qalar. Tutaq ki, x stol var idi, düzdür. 4-ü boş qalırsa, əyləşilən stolların sayı x çıx 4-dür. Və hər stolun ətrafında da 6 adam oturub. Və niyə bərabər qoydum? Adam sayı dəyişmədi, axı eyni adamdır. Sadəcə bir dəfə ola bilər bir stolun ətrafında 12 adam oturur. Məsəl üçün verim, bir dəfəsində 4 adam oturur. Sadəcə masaların sayı dəyişir ki, çox masa ayrılır, yoxsa az masa ayrılır. Bu tənliyi həll edirsiniz. Deməli, 4x plus 4 bərabərdir 6x çıx 24. Deməli, 12 dənə masa var. Stol var. Deyil, zaldakı şahidlərin sayı. Bu 12 stol. 4 vur 12 üstə gəl 4 və yaxud da burada 6 vur 12 çıx 4-də yerinə qoya bilərsiniz. Bir dəqiqə. 28-i 2-yə böləndə uşaqlar 14 edir. Burada və ya burada x-in yerinə 14 qoyaq. Mən sol tərəfdə qoyuram. 4 vur 14 plus 4. 4-ü 4-ə 56, üstünə də 4 gəldim 65 sal. Devam edək. 58-ci sual. 58-ci sual da eyni məsələdəndir uşaqlar. 14 qaba töksək 4 litr boş qalır. Eyni şeydir. 14x. Deməli, 14 vurulsun x çıx 4. 10 qaba töksək isə bərabərdir 10x. Çıx 60. Bir dəqiqə. 14 qaba töksək, hər qabda 4 litr boş qalır. Tutaq ki, bizim 58-ci sual. X qabımız var. Aha. Hər qabda 4 litr boş qalmış olur. Aha. Qabın sayına yox, tutumuna x deyək. X litr tutur qabımız. 14 qaba töksək, hər qabda 4 litr boş qalır. Yəni, tutaq ki, qab 10 litr tökürsə, hərəsinə 6 litr tökürük. Yəni, ona görə x 4 var onun. Bu qablara 10-unu tam doldurduqda, əlavə 60 litrimiz isə çəndə qalmış olur. Və sonra bu tənliyi həll edin. Davam edirik uşaqlar. Sizlə 59-cu sualla. Sual belədir. Deməli, sualımızda nə deyir? Deyir ki, 59-cu sualdır.
Məktəblər arası şahmat çempionatında hər məktəbdən ən çoxu 3 şagird iştirak edə bilir. Çempionatda 2 şagird göndərən məktəblərin sayı 2 şagird göndərən nəsə. Deməli, gəlin belə eləyək burada. Deməli, yazıram 3 şagird göndərənlər. 3 şagird göndərən. 2 şagird göndərən. 1 şagird göndərən. Gəlin bunları hərəsinə ayrı-ayrı yazaq. Nə deyir? Deyir ki, 3 şagird göndərən məktəblərin sayı 2 şagird göndərənlərdən 4 dəfə, 1 şagird göndərənlərdən isə 5 dəfə azdır. Düzdür? Birindən 5 dəfə, birindən də 4 dəfə azdır. Deməli, 3 şagird göndərən məktəblərin sayı 2 şagird göndərənlərdən 4 dəfə azdır. Deməli, bu x-dir. 2 şagird göndərənlər onda 4x-dir. 1 şagird göndərənlərdən isə 5 dəfə azsa, 1 şagird göndərənlər də 5x-dir. Baxın, bir də deyirəm cümləmi. Deməli, bu deməkdir ki, 3 şagird göndərənlərin sayına x dedim. Bu 2 şagird göndərənlərdən 4 dəfə azdır. Həqiqətən də x bundan 4 dəfə azdır. 1 şagird göndərənlərdən isə 5 dəfə azdır. Həqiqətən bu 5x-dir, bu x-dir, 5 dəfə azdır. Sonra cümləni oxuyuram. 2 şagird göndərən məktəblərin sayı 16-dır. 2 şagird göndərən 4x-dirsə, 4x-imiz 16-dırsa, x 4. İndi onda gəlin məktəblərin sayını tapaq. Bu 3 şagird göndərən 4 məktəb var. Bu 16 elədi. 5-i də 4-ə vuranda 20 məktəb də 1 şagird göndəribdir. Deyir, neçə şagird iştirak edib, gəlin tapaq. 3 şagird göndərən 4 məktəbimiz var. 4 məktəbin hərəsindən 3 şagird gələndə bu 12 şagird edir. 16 məktəb 2 şagird göndərib. 16 məktəbin hərəsindən 2 şagird gəlsə, 32 şagird də budur. 20 məktəb isə 1 şagird göndərib. 12, 32 və 20 eləyir 64 şagird. Sonra isə keçirik 61-ci sualımıza. 61-ci sualımızda deyir ki, 2 böl 3 nisbətində olan ədədlərə, yəni bu ədədlər belə deyirlər, biri 2x-dir, biri 3x-dir ədədlərə uyğun olaraq 6 və 12 əlavə eləsək, buna 6 əlavə edirəm, bunu da 12 əlavə edirəm. Bu ədədlərin nisbəti 3 böl 5 olmuş olur. Yəni bunu buna böləndə 3-ün 5 olmuş olur. Və salam, tənasibdir. Vururam, tənliyimi həll edirəm. 2x plus 6-nı 5-ə vuranda 2x-i 5-ə 10x, 6-nı 5-ə vuranda 30, 3x-ə 9x, 3-ü də 12-yə 36. 10x-dən 9x çıxanda x, 36-dan da 30-unu çıxıram, alınır 6. X bərabərdə 6. Digər ədədləri tapın. 2x və 3x idi də. 2-ni 6-ya vururam 12, 3-ü də 6-ya vururam 18. Deməli, ədədlər 12 və 18 imiş. Keçirik 63-cü suala. 63-cü sualda nə deyir? Deyir ki, A məntəqəsindən sürətləri 80 və 60 olan 2 avtomobil eyni anda B məntəqəsi istiqamətində hərəkətə başladır. Birinci avtomobil B məntəqəsinə çatıb fasilə etmədən geri qayıdaraq 40 km getdikdən sonra digər avtomobil ilə rastlaşdı. A və B məntəqələri arasındakı məsafəni tapın. Deməli, belə çıxır ki, biri o birisindən 80 km çox gedir. Niyə? A məntəqəsindən hərəkətə başlayırlar, B-yə gedirlər. Biri gəlir, B-yə çatır və əlavə 40 km də geri qayıdır və görür ki, hələ bu birisi burada dayanıb. Gəlib bura çıxa bilibdir. Deməli, bu əlavə 40 km artıq gedibdir. 40 km-dən qayıdıbdır. Yəni, 80 km artıq gedibdir. Və biz burada nə edəcəyik? Birinin sürəti 80-dir, birinin sürəti 60-dır. Bu deməkdir ki, saatda neçə kilometr artıq gedir? Yəni, sürəti 80 və sürəti 60 olmaq o deməkdir ki, biri saatda 80 km gedir, biri də saatda 60 km gedir. Bu deməkdir ki, bir sahada 20 km artıq gedir. Bir sahada 20 km artıq gedir. 80 km artıq gedibsə, neçə dəfə 20 gedibdir bu? 4 dəfə. Deməli, 4 saat yolda olubdur bu adam. Ki, hər saatda 20 km, 4 saatda 80 km artıq gedə bilsin. Sizdən də soruşur, A və B məntəqələri arasındakı məsafəni tapmaq lazımdır.
Deməli uşaqlar, maşın 80 kilometrdən gedən 4 saat yolda olur. 80-i 4-ə vururam 320 kilometr. Yəni sürəti 80 olan maşın 320 kilometr yol gedib. Amma yol 320 kilometr deyil. Çünki niyə? O gedib, əlavə də 40 qayıdıb axı. Onda AB-mizi tapmaq üçün 320-dən, yəni 320 buradan bura və əlavə bu 40 kilometr bir yerdə 320-dir. 320-dən o 40-ı çıxırsan, yerdə qalır AB məsafəsi 280 kilometrdir. 65-ci məsələyə baxırıq. Deməli uşaqlar, orada qutudur. Qutunun üstünə qırmızı qovluq qoyur, onun da üstünə sarı qovluq qoyur. Gəlin, eləyək. Bu buraxılış imtahanına düşmüş sualdır 11-ci siniflərin 1-2-3 il əvvəlin sualıdır. Düşmüşdü 2023 ya 24-ün buraxılış sualıdır. Bu qutudur. Qutunun üstünə 2 dənə qırmızı qovluq qoyur. Bu qırmızı qovluqdur. Qırmızı, bu da qırmızı qovluqdur. Sonra da üstünə 1, 2, 3, 4 dənə də sarı qovluq qoyubdur. Bunlarda 4 dənə də sarı qovluğumuz var. Oxuyuram məsələni. Deyir ki, qutu ilə qovluqların birlikdə hündürlüyü buradan bura bütöv 68 santimdir. Qırmızı qovluqların qalınlığı sarı qovluqların 2 misindən 2 santim böyük. Sarılara deyirəm x. Qırmızının uzunluğu bunun 2 mislindən, yəni 2x-dən 2 santimetr böyüdür. Bu da 2x olmuş olur. Və nə deyir indi? Qutunun hündürlüyü bütün qovluqların hündürlüklərindən 12 santim çoxdur. Bütün qovluqlarımızı toplasaq. 4x, 2x də budur 6x, 2x də budur 8x plus 4 eləmiş olur qovluqlar. Qutu 8x plus 4-dən, bütün qovluqlardan 12 santim çoxdur. Plus 12. İndi gələk tənliyimizə. Bura qədər 8x plus 4-dür. Düzdür qovluqlar. Üstünə də gəlirəm qutunun. 8x plus 4 plus 12. Bunun hündürlüyü neçədir? 68. 16x. İşte gəl 20 bərabərdə 68. 68-dən 20-sini çıxırıq. 48. 48-i də 16-ya bölürsünüz. X eləyir 3 santim. Bizdən nə istəyir? Qutunun hündürlüyü bütün qırmızı qovluqların qalınlığından neçə santim çoxdur? Gəlin biz indi qutunu və şeyi tapaq. Qutumuz 8x plus 4 plus 12 idi. 8-i vuram 3-ə. 24 plus 4 plus 12 deyir 16. Elədir 40 santim qutu. Sonra deyir qırmızı qovluqların qalınlığından. Qırmızı qovluğumuz, daha doğrusu sözü deyir, bir qırmızı qovluğun qalınlığından. Birini hesablayırıq. Deməli, qırmızı qovluğun qalınlığı 2x plus 2-dir. Yəni 2 vur 3 plus 2. Delədi 8. Deyir qutu qırmızı qovluqdan nə qədər çoxdur? 40-dan 8-ini çıxırsınız, 32 santimetr çoxdur. 66-cı sualı yazmıram. 67-yə baxırıq. 65, sonra 67. 66 fərqli sualdır. Əslində rahat şeydir. Ona görə yazmıram. 67-ci məsələyə baxırıq. Deyir ki, motorlu qayıq axın ilə 40 km, axına qarşı 18 km getdi. Uşaqlar, baxın, buranı eləyirəm axın ilə. Bu da olsun axına qarşı. Tənliyi quracam, özünüz tənliyi həll edərsiniz. 40 km gedib. Bu da 18 km gedib. Və çayın axma sürəti hər yerdə 2-dir. Axına qarşıdırsa, katerdən çayı çıxıram, axın ilə də katerdən çayı topladım. Və ikisindən birlikdə nə qədər zaman sərf edib? 7 saat. Nə edik? Burada yolu sürətə böldüm, yolu sürətə böldüm. Axına qarşı x çıx 2, axına x plus 2. Məsələn, niyə belə oldu x çıx 2? Katerdən çayı çıxıram, katerdən çayı toplayıram axın ilə də. Məsələn, tənliyi ortaq məxrəc gətirin, bunu x çıx 2-yə, bunu x plus 2-yə, x plus 2-yə həll edin, x-i tapın. Sonra 69-cu sual. Sualımız belədir. Usta, 4 günə 11 cüt ayaqqabı düzəldirsə, bunu belə deyim. Usta 4 günə 12 ayaqqabı düzəldirsə, bir günə 12-ni 4-ə bölürəm ki, 3 ayaqqabı düzəldir. Düzdür? Eyni şeyi burada deyirəm. Usta bir günə 11 bölü 4 ayaqqabı düzəldə bilir.
Şagird isə 7 günə 3 ayaqqabı düzəldir. Yəni bir günə 3 gün 7 ayaqqabı düzəldə bilir. İkisini topladım ki, ikisi birlikdə bir günə neçə ayaqqabı düzəldə bilirlər? Bir günə bu qədər düzəldirlər. Vur, günlərimizin sayı x. Tutaq ki, 50 gün işləyirlər. Yəni bir günə düzəltdiklərini vurdum 50-yə, tutaq ki, alınır 267 ayaqqabı. Məsəl üçün 50 dedim də, yəni günə. Bir günə düzəldir. Tutaq ki, 3 dənəsini işləyiblər 8 gün. Usta neçə ayaqqabı düzəldir? Usta neçə? Vururam bir-birinə də günü bir günə düzəltdiyi yaşayan sayına və salam. Bu tənliyi həll edirik. Ortaq məxrici gətirmək üçün bunu 2-yə vururuq. Bunu da 7, bir dəqiqə. 14 gördüm deyə səhv yazdım. 7 ilə 14-ün əkobu 7 ilə 4-ün əkobu 28. Eləyir 28-də 77. Üstə gəl 28-də 12. X bərabərdir 267. Bu eləyir 28-də 89. Bu deməkdir ki, x-i tapanda 267-ni vuracam 89-da 28-ə. Bu x-lə bunu ixtisar eləyək 267 ilə 89-u eləyəcək 3 dəfə. 28-i də 3-ə vurursunuz 84. Deməli 84 günə işi qurtarmış olacaqlar.